Hörmətli izləyicilər, kortoşkamızın dibini boşaltmağa gedirik. Aş görünməsi bala. Yəni kortoşkanın dibin vaxtıdır. Yavaş-yavaş. Yəni geçən də bəhmişdi. Yəni çırtıblar hal-hazırda. Xeyirli, bərəkətli olsun. İndi onu göstərəcəm ki, bu kortoşkanın hava alması üçün necə edirlər. Yəni kortoşkanın dibin boşaltmaq belə olur. Bax, hal-hazırda sərtdir. Yəni yumuşaqdır ona. Yəni boşaldırıq. Yəni hava alsın deyə. Ay Mesih. Mesih. Yəni bu qaydada belə hava alması üçün eləyirik. Bir balaca çıxandan sonra da inşallah qismət olsa dibini dolduracağıq. Yəni belə torpağın yumuşaq olur. Yəni kortoşka dibi hava alır. Yəni hal-hazırda sərtdir. Sərt olması üçün də bu yumuşaq olmalıdır. Torpaq həmişə nəm olmalıdır. Kortoşkanın dibi belə nəmli olmalıdır, quru yox. Bura Bakı şəhəri olduğu üçün torpaq biraz tez quruyur. Yəni burada başaracağım. Çiləmə sistemi eləmişəm. Bu da kərdilarımdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 kərdə əkmişəm. Hər bir göyərtidən. Hər bir göyərtidən əkmişik. Burada yoncalıqdır. Yoncalarım da yavaş-yavaş çırtır. Badamlarımız da yavaş-yavaş böyüyür. Yəni inşallah 1-2 həftəyə bunlar çıxacaq göyərtilərimiz. Yəni çiləmə sistemi 3 dənədir. Super. Elə bir hər 3 gündən bir vururam, elə bir hər gün dövr eləyir, elə bir yağış kimi. Belə yer nəm qalır. Hazırda göstər yer nəmdir. Yəni burada qoymayacağım ki, burada yer qurusun. Qismət olsa. Sağ olun. İzləmədə qalın. Mesih gedək, Mesih. Getdik. Sağ ol elə. Sağ ol elə. Qəşə sağ ol elə. Getdik.